Müsahibim Turan İnformasiya Agentliyinin eksperti Hafiz Babalıdır. Sizin araşdırma yazınız dərc olunub və orada qeyd edilir ki, eyni adamın adına bir neçə gündə 70-dən çox şirkət qeydiyyata alınıbdır. Səbəbi nədir? Azərbaycanda şirkətlərin rəsmi reyestr məlumatları Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Vergilər qəzetində açıqlanır və bu qəzeti mən mütəmadi olaraq izləyirəm və son dövrlər mənim diqqətimi bir məqam çəkdi ki, müəyyən şəxslər, yəni təxminən sayı 20-yə yaxın olan şəxslər qrupu Azərbaycanın müxtəlif yerlərində, müxtəlif adlarda çox cüzi məbləğdə nizami kapitalı təşkil edən şirkətlər yaradırlar. Və araşdırmalarım onu göstərir ki, qısa bir müddətdə, yəni noyabr ayının 18-dən yanvar ayının 9-una qədər bu şəxslər tərəfindən 700-ə yaxın şirkət yaradılıbdır. Bu, həmin dövrdə yaradılmış şirkətlərin demək olar ki, yarısına bərabərdir. Yəni, bu şəxslərin aktivliyi çox ciddi hiss olunubdur. Təxminən neçə nəfərdir bu adamlar və hansı regionlarda yaradıblar şirkətləri? Bu şəxslərin adları müəyyən dairələrə, çevrələrə bəllidir və onlar Azərbaycanın müxtəlif yerlərindədir. Yəni, ola bilsin ki, onların ya daimi yaşayış yerləri Bakıdır və ya deyək ki, hansısa bir şəhərdə, amma onların yaratdıqları şirkətlər Azərbaycanın müxtəlif yerlərinə demək olar ki, səpələnibdir. Bu, həm Bakıdır, həm Mingəçevirdir, Uzaq Gədəbəydir, Xaçmazdır, Lənkərandır və digər regionlar. Bir neçə ayda bu qədər şirkəti qeydiyyata almaq mümkündürmü adi insanlar üçün? Azərbaycanda şirkət yaratmaq elə də ciddi problem deyil. Yəni, qanunvericiliyə görə bir şirkətin yaradılması artıq elektron qaydada da mümkündür və bunun prosedur baxımından elə bir böyük müddət kəsb eləmir. Yəni, bir günə ərzində Azərbaycanda olan hər hansı bir şəxs dövlət qeydiyyatına şirkəti qeydə aldıra bilər və müəyyən olunmuş sənədləri dövlət qeydiyyat orqanına elektron və ya deyək ki, əslini təqdim etmək şərti ilə. Burada yəni hər hansı bir problem... Amma hesabatlar da var. Bir hesabat verə bilirlərmi onlar? Təbii, yəni burada söhbət də ondan gedir ki, bu qədər şirkəti yaratmaq və bundan sonraki dövrdə maliyyə təsərrüfat fəaliyyəti barədə mütəmadi olaraq dövlət orqanlarına, yəni Statistika Komitəsinə, Dövlət Sosial Müdafiə Fonduna, Vergilər Nazirinə və digər əlaqəli qurumlara, deyək ki, bu şirkətlər eyni zamanda Dövlət Gömrük Komitəsi ilə də məşğul olduqları, əlaqədə olduqları bildirilir. Bu qədər təşkilatla mütəmadi olaraq sənəd dövriyyəsində, mübadiləsində olmaq böyük enerji və vəsait tələb edir. Bəs səbəb nədir bunların yaradılmasında sizin fikrinizcə? Mən təbii ki, bu materialı hazırlayarkən müəyyən şəxslərlə əlaqə saxladım, onların ekspert rəylərini öyrəndim və belə aşkar olundu ki, bu şəxslərin bu şirkətləri kolleksiya etməkdə, dırnaqarası kolleksiya etməkdə müəyyən niyyətləri var. Onlar əslində kolleksiyacı deyirlər və böyük, ciddi fəaliyyətlə məşğuldurlar. Mənə verilən məlumata görə bu şəxslər Azərbaycana idxal olunan əsasən ərzaq, tikinti materialları, digər profil, oxşar növ sənaye məhsullarının Azərbaycana gətirilərkən gömrük rəsmiləşməsində birbaşa iştirak edən şəxslərdir. Və onlar bundan öncə də bu işlə məşğul olublar və bu şirkətləri yaratmaqla da növbəti mərhələdə, yəni bu işlə daha ciddi şəkildə məşğul olurlar. Və Azərbaycan gerçəkliyi ondan ibarətdir ki, təbii bu müvafiq dövlət orqanlarının araşdırmaları və ciddi təhqiqat və yoxlamalarının nəticəsində öz təsdiqini tapmalıdır. Ondan ibarətdir ki, Azərbaycana gətirilən malların böyük bir hissəsi, çeşidi və həcmləri məhz belə qeyri-rəsmi yollarla rəsmiləşdirilir və təbii ki, bu da həm korrupsiya riskli addımlardır, eyni zamanda Azərbaycan dövləti büdcəsinə böyük təhdidlər daşıyır. Yəni, buna qarşı hökumət necə mübarizə aparmalıdır? Çünki dövlət başçısı da dəfələrlə öz çıxışlarında idxalda monopoliya qarşı mübarizənin vacibliyini qeyd edibdir. Əslində, mənim ekspertlərim, mənim əlaqədə olduğum münasibətlər saxladığım şəxslər bildirdiyinə görə məhz monopoliya, ayrı-ayrı məhsulların Azərbaycana gətirilməsində monopoliyanın piramidasının bir görünən tərəfidir. Yəni, icebergin
görünən tərəfidir, yəni mətbuata çıxan hissəsidir. Bir yerdə qalan hissə barədə nə idxalçılar çox danışmağa üstünlük verirlər, nə də dövlət orqanları ki, hansılar bu məsələnin geniş kütlələrə faş olmasında maraqlı deyirlər. Bu əslində mən hesab edirəm ki, bu kriminal bir məqamdır və Azərbaycanın Ümumdünya Gömrük Təşkilatına üzv olması məsələsində ən böyük maneələrdən biridir. Çünki dövlət orqanları bu məqamların ümumxalq müzakirəsinə çıxarılmasında, onun ictimailəşməsində maraqlı deyirlər.